Deməli, müəllimlər, əslində biz bu dərsi bu il müzakirə eləmişik. Fənlər arası inteqrasiya, buna aid hətta müzakirələrimiz olmuşdu, bir neçə təklif eləmişdik. Bunun haqqında danışmışdıq. Amma mən xatırlamıram ki, bunu ikinci siniflər üçün eləmişdik, yoxsa üçüncü siniflər üçün. Nəyə görə deyirəm? Burada qiymətləndirmə faylı da olmalıydı. Qiymətləndirmə meyarları daha doğrusu olan fayl olmalıydı. Bu dərsdə yoxdur, yerləşdirməyiblər. İndi bilmirəm, o haqda bizə məlumat verəcəklər. Əgər yerləşdirməsələr, gərək biz buradakı meyarlardan özümüz hazırlayaq. Onsuz da hələ təlim mənə elə gəlir ki, ya cümə, ya da şənbə günü. Dəqiq şənbə bilirəm, ola bilsin ki, cümə də olsun da. O vaxta qədər yəqin ki, bir xəbər deyərik qrupda. Əgər faylı bizə göndərsələr, hazır faylı mən sizlə paylaşaram. Olmasa da özüm buradakı meyarlara uyğun nə isə cədvəl versiyasını hazırlayıb sizə təqdim edəcəm. Yəni, hələlik qiymətləndirmə meyarı olan cədvəlimiz yoxdur, faylımız yoxdur. Mən bir dəqiqə kimsə qoşulmaq istəyir. Deməli, müəllimlər, yəni bu il müzakirə eləmişik, dəqiq xatırlayıram, amma yenə bir də üstündən keçək, yadımıza düşsün. Fənlər arası dərs fraqmentinin işlənib hazırlanmasıdır dərsimiz. Birinci siniflərin M4, modul 4, dərs 39. Fənlərin inteqrasiyası, yəni birləşdirilməsi və bu suallar ətrafında əvvəlcə sual-cavab aparırsınız müəllimlərlə ki, fənlər arası dərslər keçiblərmi? Yəni fənlərin bir-biri ilə inteqrasiya olunmuş dərs nəzərdə tutulur. Əgər eləyiblərsə, hansı fənləri birləşdiriblər, hansı formalar ən uğurlu olub, yəni birləşdirdikləri hansı dərslər daha uğurlu olub, daha maraqlı olub, düşünüblər ki, nə yaxşı ki, mən bu dərsi keçmişəm. Riyaziyyatı digər fənlərlə birləşdirməyə çalışarkən hansı çətinliklərlə üzləşirsiniz? Təcrübənizə əsasən riyaziyyatın hansı mövzuları ikinci sinifdə ətraf aləmlə, oxu, musiqi, təsvir incəsənət və ya texnologiya ilə ən yaxşı şəkildə uzlaşır? Belə suallarla, yəni buradakı sualların hamısı ilə ətrafında müzakirələr aparırsınız. Ən uğurlu fənlər arası dərsinizi və ya fraqmenti xatırlayın. Müəllimlərdən soruşuruq ki, ən uğurlu inteqrasiya etdiyiniz, fənlər arası inteqrasiya təşkil etdiyiniz dərs hansı dərs olub? Və nə üçün belə düşünürlər ki, bu dərs uğurlu olub? Bu suallar ətrafında sual-cavab aparırsınız ilk başda. Sonra fənlərin inteqrasiyası, burada tərifi veriblər ki, müxtəlif tədris fənlərindən olan mövzu, anlayış və bacarıqların tədris materialına dair bütöv təsəvvürün yaradılması məqsədi ilə birləşdirdiyi təlim metodudur. İnteqrasiya məqsədi ondan ibarətdir ki, şagirdlər onlara əldə edilmiş bilikləri praktik, fənlər arası məsələlərdə və real həyat situasiyalarında istifadə etməyə kömək edən müxtəlif fənlər arasındakı əlaqəni görsünlər. Yəni, sırf bu inteqrasiya olunmuş dərsin məqsədi budur ki, şagird başa düşsün ki, doğrudan da ona riyaziyyatda öyrəndiyi biliklər sabah ona həyatda, real həyatda lazım olacaq.
müəyyən fənlərdə inteqrasiya eləməklə müəyyən fənlərdə müəyyən bir tapşırıqların həllində riyazi biliklərindən istifadə eləyir və bir daha şagird əmin olur ki, hə, mən bu riyaziyyatda öyrəndiyim hesablamalar, vurma, çıxma, toplama və yaxud bölmə və yaxud məsələ həll etmə, problem həll etmə, bax bunlar mənim üçün bir həyati bacarıqdır da. Bu sabah həyatda da mənə lazım olacaq. Yəni bunu boş-boşuna öyrənmədiyini bir daha şahidi olur. Burada əslində təkrardır məncə, yox. Fənlər arası əlaqə müxtəlif tədris fənləri arasında məntiqi, məzmun, metodik əlaqələrin qurulduğu və istifadə olunduğu pedaqoji yanaşmadır. Fənlər arası əlaqənin məqsədi şagirdlərin biliklərinin dərinləşdirilməsi, onlarda müxtəlif bilik sahələri arasındakı qarşılıqlı əlaqəni görmək və anlamaq qabiliyyətinin inkişaf etdirilməsi, ha belə bir neçə fən sahəsinə eyni zamanda təsir edən kompleks düşüncə və məsələlərin həlli bacarıqlarının formalaşdırılmasıdır. Riyaziyyatla ətraf aləmi veriblər. Burada riyaziyyatla ətraf aləm dərsini, yəni ətraf aləm deyəndə həyat bilgisi nəzərdə tutulur da yəqin ki. Burada bu dərsləri inteqrasiya olunmuş şəkildə tədris olunarsa, hansı tipli dərs kimi təşkil etmək olar? Burada məsələn, bitkilərin, heyvanların sayını, zaman aralıqlarını, yəni bitkilərin böyüdüyü zaman aralıqlarını, müqayisəsinə aid məsələlərin həlli təklif oluna bilər. Məsafənin, vaxtın, temperaturun və təbiət və insanların həyatı ilə bağlı digər praktik kəmiyyətlərin müqayisəsinə aid məsələlər ola bilər və s. Və burada da bir nümunə verilib bizə. Noxud toxumu 10 gün ərzində cücərir. Əgər bu gün martın 1-dirsə, onda toxum neçə günə cücərəcək və bu martın hansı günü olacaq? Belə bir tapşırıq verib, nümunəsi verilib bizə. Təqvim, vaxt və təbiət dövrləri ilə işləmək bacarığını inkişaf etdirmək nəzərdə tutulur. Riyaziyyatla ətraf aləm inteqrasiya olanda, riyaziyyatla Azərbaycan dili fənni inteqrasiya olunacaqsa, mətnlərin oxunması, hərflərin, sözlərin, cümlələrin sayının müəyyən edilməsi ilə bağlı məsələlər qurulması və həlli təklif oluna bilər. Hesablama bacarıqlarının yaxşılaşdırılması üçün hesab şeirlərindən istifadə edilə bilər. Məktəbdə Azərbaycan ədəbiyyatı sərgisi keçirilir və şagirdlərə kitabların müəlliflərinin soyadlarındakı hərflərin sayına əsasən düzməyi tapşırırlar. Deməli, kitabların müəlliflərinin soyadlarının hərflərini saymalıdırlar və ona uyğun düzməlidirlər. Məsələnin şərti necədir? Kitab sərgisi rəfində 3 məşhur Azərbaycan yazıçının Mirzə Fətəli Axundov, Nizami Gəncəvi və Səməd Vurğunun müəllifi olduğu əsərlər yer alıb. Hər bir yazıçının soyadında neçə hərfin olduğunu müəyyənləşdirin. Əvvəlcə deməli, uşaqlar soyaddakı hərfləri saymalıdırlar. Kitabları ilə paylaşdırın ki, onlar müəlliflərin soyadındakı hərflərin artan sırası ilə düzülsün. Yəni, azdan çoxa doğru düzməlidirlər. Əgər sizdə soyadları 8 və 5 hərfdən ibarət müəlliflərin daha 2 kitabı varsa, onlar bu sırada neçənci yerdə olmalıdır? Belə bir maraqlı sualla şagirdlərə müraciət olunur və bunun cavabını tapmaq üçün təbii ki, onlar artıq bir neçə yazıçının, bir neçə müəllifin kitablarının tapmalıdırlar, onların soyadlarındakı hərfləri saymalıdırlar və bunu hansı yerə yerləşdirəcəklərini müəyyən etməlidirlər. Riyaziyyat və əmək və təsviri incəsənət. Ay müəllimlər, sizdən bircə dəqiqə bir söz soruşum. Sizə əlavə səslər gəlirmi? Mən evdə deyiləm, başqa yerdəyəm. Burada məclis var. Əgər səs gəlirsə, mən otağı dəyişə bilərəm. Çünki video qeydə alınır, narahatçılıq olmasın. Sizə əlavə səslər gəlir? Fərdə xanım, mən eşitmirəm. Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir. Axşamınız xeyir. Gəlmir Fərdə xanım. Gəlmir. Hə, mənə gəlir, sizə gəlmirsə lap yaxşı. Tamam, çox sağ olun. Riyaziyyat, əmək və təsviri incəsənət, tikmə, biçmə, əşyaların ölçülməsi zamanı ölçülərlə əlaqəli məsələlər, bunlar ola bilər. Rəsmdə və aplikasiyada həndəsi forma və ya fiqurlardan istifadə ola bilər. Bunun bir ev üçün, məsələn, hesablamalıdırlar. Evin növrəsi üçün
bir kvadrat götürməlidirlər, dam üçün üçbucaq götürməlidirlər, pəncərələr üçün, qapı üçün nə götürəcəklərsə, bax bunları əvvəlcə müəyyən etməlidirlər, sonra hesablamaq üçün bunların sahələrini mi deyim, perimetrini mi deyim, bunun üçün lazım olan materialı mı deyim, bax bunlar üçün bunlar hesablama aparacaqlar. Məsələn, baxın, suallar verib. Bir ev üçün cəmi neçə fiqur kəsmək lazımdır? Yəni, əvvəlcə bu evin maketini çəkəcək, sonra baxacaq ki, görək bunun neçə pəncərəsi var, pəncərələri hansı fiqurdur, damı hansı fiqurdur, qapısı hansı fiqurdur, neçə dənə kəsmək lazımdır və s. Əgər şagird 3 ev düzəltmək istəyirsə, baxın, artıq get-gedə sual daha maraqlı olur. Yəni, bir ev üçün tapacaq, sonra deyir ki, 3 ev düzəltmək istəyirsə, ona neçə kvadrat, 3 bucaq və düz bucaqlı lazım olacaq. Bir ev üçün fiqurlar çəkin və kəsin, sonra isə onları aplikasiyada toplayın. Deməli, əvvəlcə tapacaq bir ev üçün nə qədər lazımdır, sonra 3 ev üçün nə qədər lazımdır, sonra isə artıq bir ev üçün lazım olanları kəsəcək və bunu artıq düzəldəcək. Aplikasiya formasında düzəldəcəklər. Praktik yönümlü məsələlərin xüsusiyyətləri. Deməli, müəllimlər bizə 3 dənə növ verdi. Bir dənə riyaziyyat ətraf aləmlə inteqrasiya, bir dənə riyaziyyat Azərbaycan dilinə inteqrasiya, bir dənə riyaziyyat əmək və təsvir incəsənətlə inteqrasiya verdi. Praktik yönümlü məsələlərin indi xüsusiyyətləri. Görək, nə üçün vacibdir praktik yönümlü məsələləri şagirdlərə təklif etmək? Praktik yönümlü məsələ real və ya modelləşdirilmiş həyat situasiyalarında bilik və bacarıqların tətbiqinə yönəlmiş təlim məsələləridir. Belə məsələlərin məqsədi şagirdlərdən, nəzəri biliklərdən praktik problemlərin həlli üçün istifadə etmək bacarığını inkişaf etdirmək, təlim materialı və onun gündəlik həyatda əhəmiyyəti arasında əlaqə yaratmaqdır. Bayaq dediyim məsələdir ki, bu praktik yönümlü məsələlər artıq şagirdləri məcbur edir ki, öyrəndiklərini real situasiyalarda tətbiq edə bilsinlər, problem həll edə bilsinlər, onlarda problem həll etmə bacarığı formalaşsın. Düşünsünlər və bu problemi həll etmək üçün həll yolu axtarırlar, çözüm yolu axtarırlar və düşünürlər. Düşündükcə də onların həm məntiqi təfəkkürü inkişaf edilir, həm problem həll etmə bacarığı formalaşır və s. İkinci sinif şagirdlərin praktik yönümlü məsələlərin seçiminə və xülasəsinə təsir edən yaş psixologiyasının xüsusiyyətləri. Deməli, onların yaş xüsusiyyətləri necədir? Xülasələrin sadəliyi və aydınlığı, uşaqların real həyatı ilə əlaqə, yəni xülasələr deyəndə şərt nəzərdə tutulur. Yəni deyir ki, şərt sadə olmalıdır və aydın olmalıdır. Uşaqların real həyatı ilə əlaqə və bu tapşırıqlar real həyatla əlaqədar bir tapşırıqlar olmalıdır. Evlə əlaqəli ola bilər, məktəblə əlaqəli ola Fərdə bilər. xanım, Bəli. üzürü sağ, çox üzürü sağ. Daxil olmaq istəyən var, zəhmət olmasa Tamam. qəbul edərdiniz. Çox sağ olun, Qumru mənə məlumat verdiyiniz üçün. Qəbul edirəm. Axı heç kəs yoxdur burada. Lətafət müəllimə daxil olmaq istədi. Deyim təzədən yenə zəng eləsin. Deyəcəm, hə, gəldi. Yox, qoşula bildim. Qoşula bilmədi deyəsən. Yazın zəhmət olmasa bir də qoşulmağa çalışsın. Hə, qoşuldu. Hə. Hə, deməli, bu praktik yönümlü məsələlər şagirdlərin sırf real həyatla inteqrasiya olunmuş məsələlər olmalıdır ki, onların marağını cəlb etsin. Bu evlə, məktəblə, ailə ilə, alış-verişlə əlaqəli məsələlər ola bilər. Bu yaşda uşaqların maraqlarının nəzərə alınması lazımdır ki, bunları nə maraqlandırır? Həmin maraqlar nəzərə alınmalıdır. Praktik yönümlü məsələlərin funksiyaları necə olmalıdır? Riyazi bacarıqların möhkəmləndirilməsinə və məşq etdirilməsinə kömək edir. Real həyatda əlaqələr hesabına riyaziyyata marağı artırır. 2 dəqiqə mən Elmirə müəlliməyə sual vermişdim xalimlə əlaqəli. Bəli, müəllimə. Buyurun, müəllimə. Tamam. 1.
Amma burada ikinci sinif sözünə rast gəldik. Yəqin ki, bu elə mən düz xatırlayıram. 2-lərə keçmişdik biz bunu. Hə, perfect class. Hə. Modul 4. Modul 4. Hə, dərs 39. Hı. Eləyərik, hə. Əgər indi görək bəlkə Yulə xanım bizlə bölüşəcək. Onsuz da hələ həftə sonuna qədər vaxtımız var. Olmasa eləyərik. Tamam. Sağ olun, sağ olun. Buyurun. Üzr hesab eləyim müəllimlər. Mən müəllimə sual vermişdim. O faillə əlaqəli, o da elə onu deyir. Deyir ki, olmasa özümüz hazırlayıb verərik. Deməli, harda qalmışdıq? Hə, real həyatla əlaqələr hesabına riyaziyyata maraq artır. Situasiyaları təhlil etmək, həlli planlaşdırmaq və həyata keçirmək bacarığı inkişaf edir, təhlil edə bilirlər, həll üçün plan hazırlayırlar, planı həyata keçirirlər. Riyazi anlayışları formalaşdırır. Praktik məsələlər uşaqlara mücərrəd riyazi anlayışları real həyatı situasiyaları ilə əlaqələndirərək onları daha yaxşı anlamağa kömək edir. Yəni, hansı ki, mücərrəd anlayışlar var ki, uşaqlara bu anlayışlar çətin gəlir, bunu mənimsəməkdə çətinlik çəkirlər. Real həyatı situasiyalarla əlaqələndirəndə onlar bu anlayışları daha yaxşı mənimsəyirlər. Məntiqi təfəkkürü inkişaf etdirir. Məsələlər həll edərək uşaqlar informasiyanı təhlil edə bilirlər, nəticə çıxara bilirlər, məntiqi zəncirlər qurmağı öyrənirlər ki, bundan sonra bunu necə edirik, bundan sonra bunu necə edirik. Bir dənə nəniyə yazda denən anam təlimdədir ya da səs gündədir. Hansına deyir? Buradakına. Reallığın riyazi modelinin formalaşdırılması. Uşaqlar real situasiyaları riyazi dildə təsvir etməyi öyrənirlər ki, bu da mücərrəd təfəkkürün inkişafına kömək edir. Deməli, deyir ki, real situasiyaları riyazi dildə təsvir etməyi öyrənirlər. Hazır bir situasiyanı riyazi, yəni terminlərdən istifadə edərək izahını verə bilir və bu da mücərrəd təfəkkürün inkişafına kömək edir. Praktik yönümlü məsələlərin tiplərini verib bizə burada. Hansı tip praktik yönümlü məsələlərdən istifadə edə bilərik? Ölçülər və formalar, hesablama və alış-veriş, vaxt və günün nizam qaydaları. Ölçülər və formalarda dərsliyiniz hündürlüyündə güllə tikmək üçün neçə kub lazımdır? Tipli bir sual, bir nümunə qoydular ki, ölçülər və formalara aid sual bu ola bilər. Hesablama və alış-verişə aid sənin 10 qəpiyin var, hər biri 2 qəpikdən neçə konfet ala bilərsən, belə bir nümunə veriblər. Vaxt və günün nizam qaydalarına aid, əgər dərs saat 9-da başlayırsa və indi saat 8:30-dursa, dərsin başlamasına nə qədər vaxt qalıb? Belə bir sual veriblər. Praktik yönümlü, vaxt və günə aid, məsələ tipinə aid. Praktik yönümlü məsələlərin növlərinə aid nümunələr, məlumatların təhlilinə aid. Deməli, bu müəllimlər məsələ tipləri idi ki, ölçü, forma, hesablama, alış-veriş, vaxt və günün nizam qaydaları. Bu isə məsələlərin növləridir. Məsələlərin növlərində məlumatların təhlilinə aid məsələlər, şagirdlər məlumatları toplamalıdırlar, təhlil və şərh etməli olduqları məsələlər təklif edirlər olaraq. Məsələn, sorğular keçirməlidirlər, qrafik qurmalıdırlar. O olur, məsələn, sinifdə adətən biz eləyirik, hansı meyvəni xoşlayırlar, sorğu keçirirlər. Bütün sinifdə neçə nəfər, tutaq ki, banan xoşlayır, neçə nəfər alma xoşlayır və yaxud hansı ev heyvanını xoşlayırlar və yaxud hansı oyunu xoşlayırlar, idman oyununu xoşlayırlar və s. Bu tipli sorğular keçirərək onlar təhlil edirlər. Əvvəlcə sorğunun nəticəsini müəyyən edirlər, sorğu keçirirlər, daha doğrusu özlərində qeydlər aparırlar, sonra bu qeydləri təhlil edirlər. Daha sonra isə
bu qeydlərini şərh edirlər və bu qeydi şərh etmək üçün onlar hansısa bir sxemmi deyim, qrafikmi deyim, cədvəlmi deyim, nəsə hazırlamalıdırlar. Orada özlərində ölçüb biçməlidirlər ki, sonra da bunu təqdim eləsinlər. Sonra optimallaşdırmaya aid məsələlər, ən yaxşı həll variantlarının tapılması ilə bağlı məsələlər. Məsələn, hamıya bərabər sayda çatması üçün konfetləri dostları arasında bölüşdürmək. Bu məsələlər adətən məntiqi məsələlər olur. Belə suallar verirlər. Yəni, hansı məsələlərdir? Seçmə yolu ilə həll olan məsələlər. Hansı ki, burada hər hansı bir hesablama rol oynamır da. Sadəcə uşaqlar seçməklə müəyyən edirlər ki, belə etsək doğru olar, yox, belə bölüşdürsəkmi doğru olar, belə bölüşdürmüşsəkmi, həmin məsələlərdir. Optimallaşdırmaya aid məsələlər. Sonra modelləşdirməyə aid məsələlər. Sırf real situasiyanın riyazi modelinin yaradılmalı olduğu məsələlər. Məsələn, hərəkət qrafiki qurmaq, otağın sahəsini hesablamaq və s. Bu da modelləşdirməyə aid məsələlərdir. Bir də açıq məsələlər. Açıq məsələlər isə bir neçə düzgün cavabı olan, yaxud yaradıcı yanaşma tələb edən məsələlərdir ki, bu məsələlər də adlanır açıq məsələlər. Əslində müəllimlər, açıq məsələlərə mən düşündüm, düzü çox düşünməyə də vaxtım olmuyor. Məsələn, açıq məsələlərə hansı məsələ tipini aid edə bilərik? Məsələn, bu növə, 3 növə aid mən bu zaten bilirik. Qrafik qurmaq, sahəni hesablamaq və s. Bu 2 dənəyə də mən dedim. Açıq məsələ tipi kimi hansı məsələlərini təklif etmək olar? Siz də bir düşünün, zəhmət olmasa. Bir nümunə deyək ki, çünki ola bilər ki, təlimdə bizə sual verərlər ki, açıq məsələ deyəndə hansı məsələ tipi məsələ nəzərdə tutursunuz müəllimə? Deyə bilərlər, bu sualla bizə gələ bilərlər. Bir neçə düzgün cavabı olan, yaxud yaradıcı yanaşma tələb edən bir nümunəmiz olsun əlimizdə. Bu ola bilər əslində ağlıma indi gəldi. Məsələn, yadınızdadırmı? Mən bir dəfə keçən il idi deyəsən, bir dənə cədvəl hazırlamışdım və o cədvələ aid bir çox sual yerləşdirmişdim. Orada cədvəldə əşyalar var idi, əşyaların qiymətləri var idi. Artıq orada ola bilər ki, uşaqlar hər bir neçə əşyanı alsınlar. Nətər idi? O suallar artıq yadımdan çıxıb. Amma yadımdadır ki, ora çoxlu maraqlı suallar qoymuşdum mən o cədvəllə olan məsələyə. Orada qiymətləri müqayisə eləmək var idi. Bu qədər pulu varsa, nə qədər, neçə əşyanı ala bilər var idi. Sonra orada yazılmışdı ki, bu cədvəldəki qiymətlərə uyğun bir məsələ qur. Və yaxud o cədvələ uyğun vermək olar ki, elə məsələ qur ki, ifadə ilə həll olsun məsələ, mütərzəli ifadə ilə həll olsun və s. Belə bir şeylər eləmək olarmı? Sizcə bu uyğundur açıq məsələ tipinə? Qapını örtündə. Mən də görürəm. Ay müəllimlər, məni eşidirsiniz? Sizin fikirlərinizi gözləyirəm mən. Fərdə müəllimə deyə bilərəm. Müzakirə eləyək bunu. Bəli, buyurun. Belə bir məsələ qarşıma çıxmışdı. Məsələn, uşağa deyirik ki, belə bir situasiya ola bilər ki, valideynlər hansısa bir ölkəyə gəzintiyə gedirlər, sənə bu qədər pul qoyublar. Bu pulu bir həftə ərzində necə xərcləyərsən? Bunu özün üçün yəni bir cədvəl tərtib et. Bu açıq məsələ kimi götürmüşdülər, elə bir şey olmuşdu. Yəni qarşıma çıxmışdı elə məsələ. Baxın, əslində bu da yaradıcı yanaşma tələb eləyir də. Məsələn, bu qədər pul qoyublarsa, bir həftə ərzində bu pulu necə xərcləyəcək, nəyə xərcləyəcək və elə eləyəcək ki, bu buna çatsın. Maraqlıdır və bunun bir neçə düzgün cavabı olacaq da. Yəni, hər kəs öz yanaşmasını deyəcək. Biri ola bilər ki, məsələn, ay bala, işığı söndürüb getdilər. Yandır da, balam, işığı yandır, qapını da ört. Qapını da ört.
Hə, əslində müəllimə düzdür. Bax, bunun bir neçə cavabı var. Məsələn, biri ola bilər deyər ki, gündəlik məktəb xərclərini eləməyəcək, onlara ayrı qalacaq ki, pulu çatsın və yaxud nə bilim, nələrsə axı bir neçə hər variantı ola bilər. Doğrudan da maraqlı məsələdir. Müəllimlər, başqa siz nəyi təklif edə bilərsiniz? Səbnə müəllimə idi deyəsən səsləndirən. Qapını ört. Elnar, işığı yandır. Qapını ört. Müəllimlər, sizin ağlınıza heç nə gəlmir? Fərdə müəllimə mən deyildim. Fikri səsləndirən. Kimsə danışır, amma səsi zəif gəlir. Nərmin müəllim deyəsən əl qaldırıb. Nərmin müəllim, buyurun. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Səbinə müəllimə idi danışan, dedi ki, mən deyildim. Məsələni deyən Aynura müəllimə idi. Onu bildirirdi ki, mən deyildim. Hə, Aynura müəllimə idi. Aynuru Səbinə müəllimin səsini oxşatdın. Çox sağ olun Aynura müəllimə. Məsələ fikirləşdim. Hə, buyurun müəllim, təqdim edin. Bilmirəm, indi tam düzgün sayılar yayım. Məsələn, 50-20 manatlıq əşya aldı mağazadan. Onun aldığı əşyaların qiyməti neçə ola bilər? 2 dənə əşya alıb da 20 manata. Onun aldığı məsələn əşyaların adı qiyməti neçə ola bilər? Belə müxtəlif qiymətlər deyər də şagirdlər məsələn 10 deyə bilərlər. 5-5 bu şəkildə belə. Hətta biz bu məbləği biraz çox eləyib əşya sayını da çoxalda bilərik. Aha. Eləmək olar. Orada artıq bir neçə variant təqdim eləyəcəklər də. Amma ki, baxın, burada onların təqdim əslində düşünürəm ki, biraz uyğundur, amma tamına açıqdır. Yəni, bayaq ki, o Aynura müəllimənin dediyi kimi demir. Yox, burada aşağı-yuxarı eyni şeylər olacaq da, yəni hesablamalar. Çünki manatlarımız axı eynidir. Məsələn, deyəcək ki, 5 manatlıq, tutaq ki, 7 manatlıq və yaxud neçə manatlıq. Axırı nə qədər olmasa da şagirdlərin həlləri bəziləri üst-üstə düşəcək təqdim olunmuş variantlardan. Amma yenə də bu düşündürücüdür və bir neçə həlli olan məsələdir də. Tamına açıq kimi götürməsək belə, yəni düşündürücü məsələ kimi götürə bilərik. Hansı ki, o mənim dediyim o cədvələ aid fəaliyyətlər orada da demək olar ki, aşağı-yuxarı üst-üstə düşür. Amma məsələn, Aynura müəllimənin dediyi sırf orada artıq ola bilməz ki, 2 adam eyni fikirləşsin də. Çox nadir halda olar ki, məsələn, sizin fikrinizlə mənim fikrim eyni üst-üstə düşsün ki, biz belə xərcləyəcəyik də bu pulu, valideynlərimizin qoyduğu pulu. Bu daha maraqlıdır. Çox sağ olun, Nərmin müəllim. Yenə də məsələni təklif etdiyiniz üçün təşəkkür edirəm. Bu da bir, yəni yaxın bir variantdır. Tamına uyğun olmasa da yaxın bir variant. Başa düşmürəm. Yox, soyuq deyil. Tamam, müəllimlərdən gəlmədi bir cavab. Ən azından Aynura müəllimə sağ olsun, bir variantımız da olsa əlimizdə var. Bu variantla gedərik, eybi yoxdur. Çox sağ olsun, təşəkkür edirəm Aynura müəllimə. Gəlin davam eləyək. Deməli, praktik yönümlü məsələlərin, burada indi danışdıq praktik məsələlərin növlərindən nümunələr. Praktik yönümlü məsələlərin həlli bacarıqlarının inkişaf etdirilməsi. Bəs bu məsələləri necə həll etmək üçün həll bacarıqları necə formalaşdırılmalıdır uşaqlarda? Bu slaytda da sırf ondan danışılır. Situasiyaların modelləşdirilməsi. Şagirdlərlə birlikdə real situasiyaların modellərini, məsələn, mağaza, tikinti meydançası, ferma, bu modelləri yaradın. Bu, onlara riyaziyyatın həyatda necə tətbiq olunduğunu daha yaxşı başa düşməyə kömək edəcək. Mağaza zaten yaradırıq, onsuz da alış-veriş dərslərində müəllimlərin çox sonra əşyalar, onun üzərində qiymətlər olanlar, pullar təşkil edirik və bunları eləyirik. Amma baxın, maraqlıdır bu tikinti meydançası. Tikinti meydançasında artıq bizim orada resurslarımız kub ola bilər,
kuboid ola bilər. Daha sonra müxtəlif yəni müstəvi fiqurlar ola bilər, hansı ki, pəncərə əvəzi, qapı əvəzi yapışdıracağımız, sonra damını düzəltmək üçün konus ola bilər, piramida daha doğrusu ola bilər, nə bilim, baca üçün silindr ola bilər. Bax, bunlar hamısı bu tikinti meydançasında bizim istifadə edəcəyimiz resurslar ola bilər və biz bunu birləşdirməklə bunların sahəsilərini hesablamaq olar. Məsələn, bu evin kənarlarına hasar çəkmək üçün neçə dənə tutaq ki, düzbucaqlıdan istifadə olundu, nə qədər perimetrini tapa bilər, uzunluğu nə qədər oldu və s. belə, yəni çoxlu hesablama etmək olar əslində. Fermada da ferma üçün necə hesablama etmək olar? Məsələn, burada fermada olan malların tutaq ki, sayını, bunların balalarının sayını, bir mal nə qədər tutaq ki, bir mal üçün tutaq ki, bir inək üçün də bir gündə nə qədər yem yeyir? Məsələn, 10 inək bir gündə nə qədər yem yeyər? Bu inəklər bir ayda nə qədər yem yeyəcəklər? Və yaxud onların verdikləri sütü, məsələn, hesablamaq olar ki, bir gündə bu qədər süt verirsə, bir həftədə nə qədər süt alacaq və yaxud bu sütün satış qiymətini əlavə etmək olar ora. Tutaq ki, bu qədər pul xərcləyirsə yemə, bu sütü də satırsa daha da qəlizləşdirmək olar da getdikcə. Çox maraqlı tapşırıqlar ərsəyə gətirmək olar. Və bunlar riyaziyyatın həyatda necə tətbiq olunduğunu daha yaxşı başa düşməyə kömək edir. Layihə fəaliyyəti vermək olar. Layihə fəaliyyəti şagirdlərin müstəqil şəkildə məsələləri xülasə etdikləri, məlumatları topladıqları və nəticələri təqdim etdikləri layihələr təklif edin. Məsələn, daha doğrusu, üzr istəyirəm, məsələni oxudum. Mini mağazanın yaradılması və ya ətraf aləmdə coğrafiyanın tətbiqi üzrə layihə. Yəni, ətraf ailəndə coğrafiyanın tətbiqi, məsələn, məktəbin həyətindəki, tutaq ki, şam ağaclarını saysınlar, məktəbin həyətindəki gül kollarını saya bilərlər və yaxud, nə bilim, yaşadıqları ərazidə park varsa, bu parkdakı ağacların sayı ola bilər, nə bilim, dekorativ ağacların sayı ola bilər və yaxud hər hansı bir bağda meyvə ağaclarının sayı və s. belə bir coğrafi tədqiqat və ağacların müqayisəsi ola bilər. Bir ağac o birindən nə qədər çoxdur, ən çox hansı ağacdır və yaxud tutaq ki, bu ağacın əkilməsi bu qədər manata başa gəlib, bu qədər ağac əkmək üçün nə qədər pul lazım olar və s. Bu tipli suallar qoyula bilər. Bir də ağlıma indi bir şey də gəlmişdi. Əslində, baxın, bu dəfə ən sonuncu təlimdə bizdə tapşırıq var idi. Uşaqlar üçün əslində müəllim təklif eləmişdi və biz onu müzakirə elədik ki, bu maraqlı tapşırıqdır, amma birinci sinifin yaş xüsusiyyətlərinə uyğun deyil də. Orada var idi, deyirdi ki, gedin evdə valideynlərinizdən 5 əşya istəyin, bu 5 əşyaya qiymət qoyun, sonra bu qiymətlərə uyğun cədvəl hazırlayın. Əslində, baxın, o tapşırıq çox maraqlı tapşırıq idi. O tipli tapşırığı da biz layihə fəaliyyəti kimi verə bilərik uşaqlara. Hansıda ki, bir neçə dərs ərzində bunlar ev tapşırığı kimi işləyib onu gətirə bilərlər də ki, müxtəlif bir obyektlər götürsünlər, onlara qiymət təyin etsinlər, qiymətlərə uyğun cədvəl hazırlasınlar, cədvələ uyğun müxtəlif suallar hazırlaya bilərlər, asan, orta, çətin, səviyyəli suallar və s. və bu sualları hətta bir-birlərinə təqdim edə bilərlər və s. Bax, bu tipli tapşırıqda layihə kimi eləmək olar. İnformasiya texnologiyalarından istifadə, məsələlərin həlli üçün interaktiv resurslar, onlayn simulyatorlar və tətbiqlər cəlb edin. Yəni, burada artıq sırf interaktiv resurslardan gedir də, hansı ki, virtualdır və yaxud digər bir interaktiv resurs, oyun simulyatorları və s. dən də deyir, istifadə etmək olar. Tənqidi təfəkkürün inkişafı, şagirdləri suallar verməyə, informasiyanı təhlil etməyə və öz cavablarını əsaslandırmağa təşviq edin. Təbii ki, onlara bu tapşırıqlar veriləndə onlar özləri istəmədən belə bir-birlərinə sual verəcəklər, informasiyanı təhlil edəcəklər və
mütləq cavab verəcəklər və öz cavablarını daha doğrusu əsaslandırmağa çalışacaqlar. Ona deməli biz bunda danışdıq. Praktik məsələlər nə inkişaf etdirir? Şagirdlərdə situasiyaları modelləşdirməyi inkişaf etdirir, layihə fəaliyyətini idarə etmək, layihənin daha doğrusu icrası, layihənin təqdimatı və sair bacarıqlarını formalaşdırır, informasiya texnologiyalarına istifadə bacarığı formalaşdırır və tənqidi təfəkkürü inkişaf etdirir. Praktik ümumi məsələlərin həlli üçün motivasiyanın yaradılması. Bəs belə məsələləri həll etmək üçün, motivasiya yaratmaq üçün nə etmək lazımdır? Məsələlərin aktuallığı, şagirdlərin həyatı üçün aktual olan və onların maraqları ilə əlaqəli olan məsələlər seçin. Onların hobbiləri ilə, oyunları ilə, idmanları ilə əlaqəli olan bir məsələlər seçin. Oyun elementləri, oyun tapşırıqları, müsabiqələr, yarışlardan istifadə edərək məsələlərin həllini oyuna çevirin. Deməli deyir ki, onların maraqlarına uyğun olan məsələlər seçin. Bu məsələlərin içərisinə oyun, müsabiqə, yarışdan istifadə edin. Tərifi və dəstəyi əsirgəməyin. Deyir, məsələlər tam düzgün olmadıqda belə onların həlli üçün istənilən cəhdləri təşviq edin. Yəni, tam düzgün etməsələr belə yarıya qədər gəliblər, bir addım da olsa irəliləyiblərsə, onların bu həll üçün istənilən cəhdlərini təşviq edin. Hətta heç bir addım da olsa irəli gələ bilməyiblərsə, səhv nəticə alıblarsa, bu nəticəni almaq üçün onlar cəhd ediblər. Bu cəhdləri də mütləq dəyərləndirmək lazımdır. Digər fənlərlə əlaqə, riyaziyyatın digər fənlərlə, məsələn, tarix, coğrafiya, ədəbiyyat necə əlaqəli olduğunu göstərin. Təbii ki, indi biz balaca siniflərdə tarix, coğrafiya, ədəbiyyat tanımırlar olar. Onların tanıdığı fənlərlə əlaqəsini biz göstərə bilərik. Texnologiya ilə, təsvir incəsənətlə, həyat bilgisi ilə və yaxud digər ingilis dili ola bilər, bu informatika ola bilər və s. Yəni, keçdikləri fənlərlə əlaqəsini göstərə bilərik. Artıq biz gəldik bu tapşırıq mərhələsinə. Tapşırıq mərhələsində müəllimlər diqqətli olaq. Fənlər arası dərs artıq burada buna qədər biz müəllimlərə məlumat veririk, izah edirik hər tərəfli. Burada artıq müəllimlər dərs fraqmentini işləyib hazırlamaq mərhələsinə gəlib çatırlar və mütləq bunu ətraflı olaraq onlara izah etməli. Nə edəcəklər? Onlar ikinci sinif üçün fənlər arası dərsin fraqmentini işləyib hazırlamalıdırlar. Və inteqrasiya variantı seçməlidirlər. Bax, bunların içərisindən istəyirlər riyaziyyatla həyat bilgisi seçsinlər, istəyirlər riyaziyyatla Azərbaycan, istəyirlər riyaziyyatla təsvir incəsənət, istəyirlər riyaziyyatla texnologiya, istəyirlər riyaziyyatla musiqi. Yəni, bu inteqrasiya edəcəkləri fənnin biri mütləq riyaziyyat olmalıdır. Digəri isə şagirdlərin dediyim kimi tanış olduğu fənlərdən biri ola bilər. Və burada mövzu nümunələri veriblər. Məsələn, riyaziyyatla ətraf əyləm seçəcəksə, ölçmədən, orientasiyadan, təbiət obyektlərindən, müşahidələrindən istifadə edə bilər. Riyaziyyatla Azərbaycan dili seçəcəksə, say bildirən sözlərdən, mətnlə işdən, lingvistik oyunlardan istifadə edə bilər. Bəzən bayaq bir nümunə də var idi, elə şairlərin adları olan kitablar və s. bir nümunə də orada vermişdilər. Riyaziyyatla təsvir incəsənət seçəcəksə, həndəsi formalardan, ornamentlərdən, simmetriyadan, naxışlardan istifadə edə bilər. Riyaziyyatla texnologiya seçəcəksə, modellərin qurulması, sxemlər, təlimatlardan istifadə edə bilər. Riyaziyyatla musiqi seçəcəksə, ritmdən, hissələrdən, hesabdan, təkrarlanan strukturlardan və s. istifadə edə bilər. Bu, onlar üçün deməli, bir açarlardır ki, siz bu açarlardan istifadə edərək, müəllimlər üçün daha doğrusu, inteqrasiya olunmuş dərsin fraqmentini işləyib hazırlaya bilərsiniz. Bu belə, bunu onlara izah edirik. Nə hazırlamaq lazımdır? Deyir ki, fraqmentin mövzusunun qısa təsvirini 2-3 cümlə ilə ki, bu mövzunu təsvir eləməlidirlər ki, baxın,
Biz riyaziyyatdan bu mövzu ilə tutaq ki, həyat bilgisinin bu mövzusunu götürürük və yaxud da riyaziyyatın bu mövzusun üçün inteqrasiya fənni olaraq həyat bilgisini seçmişik və buradakı bu bacarıqlardan istifadə eləyəcək. Riyaziyyatın bu bacarığından, həyat bilgisinin bu bacarığından istifadə eləyəcək bu dərsdə. Və onun bir seçilmiş fənn ilə necə əlaqəli olduğunu göstərin. Fraqmentin təlim məqsədləri 3-4 məqsəd olacaq. Riyaziyyatın fənn məqsədi, digər fənnin fənn məqsədləri, bir də metafənn nəticələr. Yəni, baxın, bu fraqmenti reallaşdırmaq üçün riyaziyyat üçün də mütləq müəllim təlim məqsədi seçməlidir. Digər hansı fənn seçibsə, onun üçün də təlim məqsədi seçməlidir. Tutaq ki, həyat bilgisi seçibsə, onun üçün də bir təlim məqsədi seçməlidir. Bir də metafənn nəticələr. Metafənn isə artıq metafənn həyatı bacarıqda fənninə aid deyildi o. Elə bir fənn üstü bir bacarığın formalaşmasıdır metafənn. Yəni, bu təhlil etmək bacarığıdır, analiz etməkdir, sintez etməkdir, dəyərləndirməkdir, qruplaşdırmaqdır. Yəni, bunlardır. Yəni ki, həyatı bacarıqdır, fənn üstü bir nəticələrdir. Bəs bu dərsdə o hansı bu metafənn bacarıqları formalaşdırmağı qarşısına məqsəd qoyub. Bax, onu da qeyd etməlidir. Orada ki, bu fənnin, yəni bu dərsin nəticəsində mən şagirdlərimdə bu bacarığı formalaşdıracaq. Bunu da qeyd etməlidir. Üçüncü, dərs fraqmentinin ssenarisi. Necə olmalıdır? 8-12 dəqiqə qeyd olunub burada. Göstərin. Nəyi göstərməlidirlər? Mərhələləri göstərməlidirlər. Məsələn, aktuallaşdırma, yeni kəşf, praktika. Yəni, necə olacaq? Göstərməlidirlər ki, hə, baxın, aktuallaşdırma mərhələsində biz belə şagirdlərə məlumat veririk, belə həvəsləndiririk. Layihəmizin dərslərində görürsünüzmü? Əvvəldə deyir ki, məsələn, bu dərs bizi riyaziyyat ölkəsinə səyahət gözləyirik. Riyaziyyat ölkəsində biz bunu edəcəyik, bunu edəcəyik, bunu edəcəyik. Və aktuallaşdırma mərhələsi də elə bunu nəzərdə tutur ki, aktuallaşdırma mərhələsində şagirdlərə bir elə bilin ki, ipucu ötürülür ki, bu dərs biz bu dərsdən bundan istifadə edəcəyik, bunları edəcəyik, bir ipucu verir müəllim. Sonra müəllimin fəaliyyətlərini, müəllim nə edir, onu qeyd edəcək, şagird fəaliyyətləri, şagirdlər burada nə edəcək, müəllimin rolu nədir, şagirdin rolu nədir, nələr eləyəcəklər. İstifadə olunan materialları qeyd etməlidir ki, bax, biz burada, məsələn, tutaq ki, kubdan, kuboiddən, rəhli kağızlardan, və yaxud ipdən, kəndirdən, tutaq ki, nə bilim, qayçıdan, nə bilim, nələrdənsə, texnologiyadırsa, müxtəlif naxışlar üçün, naxış hazırlamaq üçün hazır həndəsi fiqurlardan, müstəvi fiqurlarından və yaxud, nə bilim, karandaşlardan çəkəcəklərmi, kəsəcəklərmi, bəlkə ağ kağızdan düzəldəcəklər və s. nə isə yapışdıracaqlar və s. Və gözlənilən mərhələ nəticəsi. Və sonda nəyə nail olmaq istəyirlər? Onu da deməlidirlər ki, bax, biz bunlardan, burada müəllim bunu eləyəcək, burada şagirdlər bunu eləyəcək, istifadə olunan materialımız bunlardır və sonda biz istəyirik ki, bunu əldə edək. Bax, bunları açıq-aşkar qeyd etməlidirlər. Nə hazırlamaq lazımdır? Uşaqlar üçün standart quraşdırılmış kiçik tapşırıq, 2-ci sinif. Bunu düzəldib müəllimlə 1-ci sinif eləyəcəm mən, çünki bu 1-ci siniflərin təlimidir. Bayaq da bir yerdə 1-ci sinif sözünə rast gəldim. Praktik oyun tipli yaradıcı ola bilər, eyni zamanda riyaziyyata və seçilmiş 2-ci fənnə əsaslanmalıdır. Deməli, praktik ola bilər bu tapşırıq, vacib deyil, bunların 3 elementin 3-ü də olsun içərisində. Praktik ola bilər, oyun tipli ola bilər, bir də yaradıcı ola bilər. Eyni zamanda riyaziyyata və seçilmiş 2-ci fənnə əsaslanmalıdır. Və bu praktik tapşırıqdırsa, bu praktik tapşırığı yerinə yetirmək üçün həm riyazi biliklərinə istifadə eləməlidir, həm də seçdiyi 2-ci fənnədirsə, ona aid biliyindən, bacarığından istifadə eləməlidir. Və yaxud bu oyunu yerinə yetirəndə mütləq həm riyazi, həm də digər fənnin və yaxud yaradıcı tapşırığı işləmək üçün həm riyazi, həm də digər fənnə aid olan bilik bacarığına istifadə etməlidir. Format nümunələri mini araşdırma ola bilər, sujetli məsələ ola bilər, nümunə də verib ki, burada müəllimlərdə çaşqınlıq yaranmasın, yəni qalmasınlar ki, biz görəsən nə tapmalıyıq, nə etməliyik. Yəni, mini araşdırma,
Sujetli məsələ, mini araşdırma sorğu kimi bir şey, tipli bir şey. Sujetli məsələ ola bilər. Yaradıcı mikro tapşırıq ola bilər. Yaradıcı kiçik tapşırıq, qısa komanda işi ola bilər. Bu belə. Uğur meyarları 3-5 bənd. Sizə şagirdlərin materialı mənimsədiklərini anlamağa nə imkan verəcək? Yəni, hansı meyarlarla ölçəcəksiniz bu uşaqların, yəni bu dərsdə sizin çatmaq istədiyiniz təlim nəticələrini hansı meyarlarla ölçəcəksiniz? Bax, bu da uğur meyarı deyəndə bunu nəzərdə tutub ki, əvvəlcədən müəllim bu meyarı müəyyən etməlidir. Məsələn, tutaq ki, həndəsi fiqurlardan istifadə eləyibsə, texnologiya ilə riyaziyyatı inteqrasiya eləyibsə, burada kəsməkdən, yapışdırmaqdan, nə bilim, nələrdənsə istifadə eləyibsə, burada meyar qoyacaq da, o ki, tutaq ki, texnologiyaya aid neyniyir, verilən ölçüdə, verilən uzunluqda mı, verilən, nə bilim, enə, uzunluğa aid həndəsi fiquru kəsib hazırlayır, verilən, tutaq ki, naxışa uyğun düzgün ardıcıllıqla yapışdırır, riyaziyyata aid, yəni, bu artıq bu kəsmək, yapışdırmaq hissəsi texnologiyaya aid olsa da, ölçü hissəsi riyaziyyata aiddir. Yəni, sırf indi o baxacaq ki, müəllimlər təbii ki, bunu biz burada 1 dəqiqəyə, 2 dəqiqə, 3 dəqiqəyə bu bizim fikrimizə, ağlımıza gələcək bir meyar deyil də. Bunu təbii ki, müəllimlər qrup şəklində təlim vaxtı siz onları qruplara böləcəksiniz və onlar bir neçə adam oturacaqlar, müzakirə eləyəcəklər, fikir yürüdəcəklər və ortaq bir nəticəyə gələcəklər və orada artıq onlar çox güman ki, yaxşı, yəni düşünülmüş qiymətləndirmə meyarı ərsəyə gətirəcəklər. Daha doğrusu, yəni doğru bir meyar olmasa da biz onları istiqamətləndirəcəyik. Fərdə xanım, üzr istəyirəm, sual verə bilərəm bu məqamla Bəli, bağlı? buyurun, buyurun. Fərdə xanım, görün düz başa düşdüyümü, demək, hər hansı bir riyaziyyat dərsində, yox, bu fənn-arası inteqrasiya deyəndə seçilmiş hansı bir dərs olacaqdır ki, o dərsdə elə məqsəd iki fənni arasında inteqrasiya, bu da belə buna yönəlmiş dərsi, düzdürmü? Yoxsa hansı bir dərsimiz olsun, orada bir tapşırıqda digər fənlə inteqrasiya edə bilirəmsə, edim. Yox, bax, bir tapşırıq yox da. Baxın, biz müəllimlərdən bütöv dərs istəməyəcəyik. Amma biz müəllimlərdən əgər bu dərsi tutaq ki, texnologiya ilə inteqrasiya eləyirsə, biz onun texnologiyaya aid meyarında, məqsədində istəyəcəyik. Texnologiyadan bir məqsəd, riyaziyyatdan bir məqsəd, birdən də dedi ki, metafən bacarığı, bəs bu dərsin içərisində hansı metafən bacarığını formalaşdıracaq? Bunu istəyəcək. Amma bütöv dərsi istəmirik də. Baxın, müəllimdən ya bir oyun istəyirik, ya bir yaradıcı tapşırıq istəyirik, ya bir araşdırma tapşırığı istəyirik. Nə isə bir dənə. Və qrup müəllimdən istəməyəcək təbii ki, biz bunu qrupda istəyəcək. Bax, qrupa belə deyəcək. Deyəcək ki, yəni mən artıq bax, bu dediklərimi qoyuram kənara. Qrupa deyirik ki, indi biz bunları müzakirə elədikdə mərhələlər. Biz qruplara, müəllimləri qruplara ayıracaq və müəllimlərə deyəcək ki, təsəvvür eləyin ki, sizə bir məktəbdən bir tapşırıq verilib. Deyilib ki, riyaziyyat dərsi ilə şagirdlərə tədris olunan, ibtidai sinif şagirdlərinə tədris olunan digər bir fəndən, istədiyiniz bir fənni seçin, riyaziyyat dərsi ilə inteqrasiya olunmuş bir dərs hazırlayın. O nə bir dərs hazırlayın? Hə, və bu dərsi hazırlayanda təbii ki, bu müəllim həm riyaziyyat dərsi üçün, həm də seçdiyi digər fənn üçün təlim məqsədi təyin etməlidir. Təlim məqsədi təyin edəcəksə, onun standartı da olmalıdır. Standart götürəcək, məqsəd götürəcək hər iki fənn üçün. Sonra bir dənə də metafən bacarığını formalaşdırmaq üçün bir nəticə də onun üçün təyin eləyə bilər. Yəni, bu olmasa da olar, amma əsas iki fənnə uyğun olsa daha yaxşı olar. İki fənnə uyğun məqsədi olmalıdır və biz müəllimdən bütöv dərsi istəməyəcəyik də. Deyəcək ki, istəsəniz bir tapşırıq nümunəsi təqdim eləyə bilərsiniz. İstəsəz və bu tapşırıq araşdırma tipli ola bilər, oyun tipli ola bilər, yaradıcı bir tapşırıq ola bilər. Məsələn, bayaqki o Aynurə müəllimənin səsləndirdiyi kimi açıq tipli bir tapşırıq ola bilər. Yəni, sadə bir kitabda olan bir şey olmasın da, bir yaradıcı bir element olsun ki, müəllim bax desin ki, bax mən bu inteqrasiya olunmuş dərsimdə bu fəaliyyəti yerinə yetirəcəm.
Yəni o 45 dəqiqəlik dərsdən bir 5 dəqiqəlik, 7 dəqiqəlik bir maraqlı hissəni biz istəyirik onlardan. Çox sağ ol. Bir də Fərdə xanım, bayaq Aydan xanım demişdi ki, ikinci gün səhv etmirəmsə 2-lərə dərs olacaq onlayn. Bu 2-lərin dərsidir, yoxsa 6-cı gün 1-lərə dərs olasıdır onlarınki də? Yox, bu birlərin dərsidir. Bu Bu 6-cı altıncı gün gün birlərə əyani əyani Aha. keçiləcək dərsdir. Hə. Bəs 2-lərin 3-cü gün 2-ci siniflərin təlimi var, səhv etmirəmsə. Ha, inanın ki, heç onun totu barədə mənə hələ Aydan xanım heç nə deməyib. Bəlkə sabah olacaq onun totu. 2-lərə təkrar təlimdir, yoxsa yeni təlimdir? Düzü mən də seçmişdim. Mənə link göndərib hələ heç Mən baxmamışdım. baxdım ki, mən bu şənbə günü mənim təlimdə olan 2-ci sinif müəllimlərinin yenə onlayn təlimdir, həftənin 3-cü günü. 14 Bəlkə onlar ev günü. tapşırıqlarını təqdim eləyəcəklər. 16. Ayda xanımla dəqiqləşdirərəm də. Baxdım. Çünki o mənlə adətən TOT barədə bir həftə əvvəl danışırıq da biz. Bu həftə mənə bir dənə birinci siniflərin TOT-unu deyib də. Yəni 2-lərin TOT-unu deməyib. Ola bilər 2-lər yəni onlayn təlimdə sonuncu təlimin tapşırığını təqdim edəcəklər. Soruşaram, mən sizə məlumat verərəm. Aydan xanımdan soruşarıq. Çox güman ki, olacaq. Ya da olacaqsa yəqin 3-cü gün əgər o olmayacaqsa yəqin sabah TOT olar. Fərdə xanım 24-də 12-ci ay yazıbdı. 2-ci siniflər bir dəqiqə. Siz bəlkə mən səhv görmüşəm. Siz də bilirsiniz 3-cü gün təlim var yoxsa yox? Hə, gələn həftə var. Gələn həftə təlim var. Bu həftəni bilmirəm, amma gələn həftəni bilirdim mən. Tamam, ola bilsin ki, mən səhv görmüşəm. Mən də baxdım 2-ci siniflərdə. Bir də ki, mən bu keçən həftə onlayn əyani təlimdə olan müəllimlər idi. Hə, gələn həftəyə var. Gələn həftə var. Onu bilirəm ki, gələn həftə təlimimiz Onlayn olacaq. təlim. Hə, Aha, ondan yəqin əvvəl odur. TOT-umuz yəqin ki, olacaq. Onda Amma bu bu həftə həftəni bilmirdim. o Bu həftə 6-cı gün Əyani təlim. əyani təlimdir. Aydın. Birlərə də bu keçdiyimiz dərs. Burada 2 yer yazılmışdı, onun üçün mən dedim, bəlkə də 2-ci sinifdir, biz səhv bilirik. Hə, yox, 2 deyil. Bax, burada əslində bu materialı deyirəm də, mənə tanışdı. Biz bunu nədir? Tədris ilinin əvvəlində deyəsən 2-lərə keçmişdik. Çünki mənə material tanış gəldi. Bu sadəcə mən xatırlamadım ki, hansı sinifə. Çox güman ki, 2 olub. Çünki burada bayaqdan bir yerdə də 2-ci sinif var idi. Bunu elə indi düzəltdim isti-isti. Oldu, üzr istəyirəm Fərdə xanım, çox sağ olun. Buyurun, buyurun. Çox sağ olun sual verdiyiniz üçün. Hə, müəllimlər, deməli, ola bilərdi ki, kiminsə sual qalmışdı beyində, aydınlaşdı. Deməli, bunu dedik, qısa komanda işi ola bilər, mikro tapşırıq ola bilər. 5-ci uğur meyarları, uğur meyarlarında dedik də ki, onların mənimsədiklərini anlamağa nə imkan verəcək. Yəni, müəllim hansı qiymətləndirmə meyarından biləcək ki, hə, onlar mənimsəyiblər, yoxsa yox. Məşğələlərin keçirilmə mərhələləri addım 1. Qısa təqdimat. Müəllif qısaca təqdim edir mövzunu və inteqrasiya fənlərini, fraqmentin məqsədlərini, mərhələnin gedişini, uşaqlar üçün mini tapşırığı, vaxtı da 2-3 dəqiqədir. Deməli, onlara vaxt verilir ki, hazırlasınlar, sonra da təqdim eləyirlər. Yəni, deyirlər də ki, biz bu fənni seçmişik, bu fənnin məqsədi budur, fənnin məqsədi budur, bizim fraqmentimiz belə eləyəcək, belə təşkil eləyəcək, necə eləyəcəklərsə izahını verəcəklər. Addım 2. Qarşılıqlı qiymətləndirmə. Həmkarlar yoxlama vərəqlərini doldurur və hər bir bənd üzrə əks əlaqə verirlər. Əks əlaqə qaydaları. Konkret şəkildə meyarlara əsasən danışmaq. Yəni, bu indi hal-hazırda yoxdur bizim əlimizdə bu qiymətləndirmə faylı, amma olacaq. Yəni, onlar o qiymətləndirmə faylında qiymətləndirmə meyarlarından kənara çıxmamalıdırlar. Konkret həmin meyarlara uyğun qiymətləndirmə aparacaqlar ki, məsələn, yəqin ki, orada indi nə olacaq? Olacaq ki, 2 fəndən istifadə olunub, hər fənnin meyarı ayrıdır, tutaq ki, nə bilim, maraqlı oyun nümunəsi varmı? Çox güman ki, belə bir meyarlar olacaq. Qiymətləndirici mühakimələrdən xoşuma gəlmir çəkinmək. Yəni, xoşuma gəlmir
demək bilsiz ümumi bir anlayışdır da. Nəyə çox xoşuma gəlmir? Mütləq səbəbini deməlidir ki, niyə xoşuma gəlmir? Çəkinməkdir, belə olmasın. Tövsiyələri yumuşaq şəkildə və peşəkarlıqla xülasə etmək. Biz demişik, həmişə müəllimlərimizə də deyirik ki, müəllimlər bir-birimizə müsbətdən başlayaq. Əsasən, inanın ki, bilmirəm, bəlkə sizdə də elə olur, bilmirəm, fikirlərinizi bilmək istəyərdim. Çox vaxt heç müəllimlər bir-birlərinə belə dərindən, canla başına bir rəy vermirlər. Durub bir dərindən təhlil eləsinlər. Elə deyirlər ki, o deyilən sağlıqlarından hamımız razıyıq. Hamı hər şey yaxşı idi, ümumi. Ay mənim, hər şey yaxşı idi. İnanın ki, bu dərsdə mən deyir ki, hər şey yaxşı idi. Mən deyirəm ki, indi mən o müəllimlərin dili ilə sizə rəy verirəm. Başladım belə bir saymağa ki, hə, bax, bu yaxşı idi, bu yaxşı idi. Deyirəm ki, məsələn, tutaq ki, onlar nəyi təqdim eləmişdilər bu dərsdə? Fraqment hazırlamışdılar da, deyəsən burada da. Hə, tutaq ki, dərsin mərhələlərini hazırlamışdılar. Tutaq ki, mən onların yerinə dedim ki, baxın, bəli, düzgün standart seçmişdilər, standarta uyğun düzgün məqsəd müəyyən etmişdilər, tapşırıqlar məqsədin reallaşmasına xidmət edirdi, belə-belə sayıram, deyirəm, baxın, mən digər qrupun adından sizə rəy verirəm, istəyərdim ki, növbəti qrupda sizə elə rəy versin. Yəni, bilirlər, deyim ki, bilmirlər, bilirlər də ki, konkret olaraq sadalamaq lazımdır. İnanın ki, o cümlələri belə, deyirlər ki, və belə əsaslandırırlar. Deyirlər, müəllim, biz burada belə deməyimizə baxmayın. Biz konkret prosesdə, biz bunları eləyirik. Biz şagirdə, deyirəm, ay müəllim, yaxşı eləyirsiniz, niyə burada demirsiniz? Yəni, burada necədirsə, real vəziyyətdə də çox güman ki, bu belədir də. Əgər bunu məktəbdə eləyirdiksə, burada müəllim yoldaşımıza da bunu sadalayardıq da. Niyə ümumi deyirik ki, hər şey yaxşı idi, hər şey əla idi, biz hər şeylə razıyıq. Yəni, çox az, nə bilim, bir qrupda bəlkə 1-2 müəllim olar ki, diqqətlə qulaq asıb nəyisə, deyə bilər ki, müsbətini deyər, sonra deyər ki, bu belə olsaydı daha yaxşı olardı, çox az. Barmaqla sayılacaq qədərdir, çox təəssüf ki, bilmirəm, sizdə necədir? Məndə belədir. Çox üzr istəyirəm. Onlar daha çox təlim tez bitsin. Bəli. Onlar daha çox təlim tez bitsin deyə də yola verirlər ki, İnanın ki, bitsin təlim. Tez bitsinlər. Bəlkə də bilirlər, siz demişik, əlbəttə bilirlər. Amma çox təəssüf ki, tez də bitmir. Müzakirə olursa istərsiniz olur, amma ki, o niyyətlər odur ki, çünki özləri dedilər, deyək, hər şey yaxşıdır, keçin o biri qrupa. Tövsiyələri yumuşaq şəkildə peşəkarlıqla xülasə etmək, bunu dedik, vaxt 3-4 dəqiqə qarşılıqlı qiymətləndirmə olacaq. Müəllimlər, bu hissəsində sual qalmadı ki, yəni burada qruplar bir-birlərin yadınızdadır, mən 3-dərin təliminə getməmişdim, siz getmişdiniz də, orada qiymətləndirmə vərəqi faylı var idi, o qiymətləndirmə vərəqini çap eləmişdiniz, özünüzlə aparmışdınız, yəni gedən müəllimlər, orada da qruplar bir-birlərini o vərəqlər əsasında qiymətləndirmişdilər. Bax, burada da sırf elə bir qiymətləndirmə vərəqi olacaq. Təlimə getməmişdən əvvəl çap edəcəksiniz, onu aparacaqsınız və oradakı meyarlarla az qalıb. Qruplar bir-birlərini qiymətləndirəcəklər. Bu hissə yəqin ki, aydın oldu. Baxın, qarşılıqlı qiymətləndirmə üçün meyarları bir də burada veriblər. Fənlərin inteqrasiyası. Riyaziyyat ilə ikinci fənin əlaqəsi aydın, məntiqi və funksionaldır. Yaş uyğunluğu. Tapşırıqlar ikinci sinifin şagirdləri üçün əl çatandır. İkinci olmayacaq burada da. Burada da 2 yazıblar. Birinci olacaq. Əl çatandır. Müəllim və şagirdlərin fəaliyyətləri aydın şəkildə yazılıb, mərhələ zaman baxımından realdır. Yəni, burada qeyd ediblər ki, müəllim nə edəcək, şagird nə edəcək və bu zaman baxımından deyirlər ki, məsələn, tutaq ki, 7 dəqiqəli fəaliyyətdir. Müəllimlər diqqətlə dinləməlidirlər ki, doğrudan da bunların dedikləri 7 dəqiqəyə başa gələcəkmi və yaxud deyirlər 10 dəqiqəlikdir, 10 dəqiqəyə çatacaqmı və yaxud 5 dəqiqəlikdir. 5 dəqiqədə bunu edə biləcəklərmi? Ona görə deyir ki, zaman baxımından realdır. Praktik tapşırığın keyfiyyəti. Uşaqlar aktiv fəaliyyət göstərirlər. Tapşırıq riyaziyyatı və ikinci fənni inkişaf etdirir. Yəni, burada praktik varmı? Elə tapşırıq olmasın ki, elə şagirdlərin
kitabda, iş dəftərində elədiyi gündəlik qarşılaşdıqları tapşırıq olmasın da, praktik tapşırıq olsun. Uşaqlar burada fəaliyyət göstərsinlər, nəyisə ölçsünlər, kəssinlər, tiksinlər, calaşdırsınlar, nəsə eləsinlər olsun. Məqsədlər və nəticələr. Məqsədlər konkretdirmi? Əldə edilə biləndirmi? Yəni biz deyirik, biz məqsədlər smart olmalıdır. Elə məqsəd olmalıdır ki, yəni bu müəllim bunu real məktəbdəmi, sinifdəmi, şəraitində həyata keçirə bilsin. Bu məktəbin həyatı da ola bilər. Fən və ya metafən nəticələri əks olunur. Yəni burada fənnə aid təlim nəticəsi, metafən nəticələri dediyimiz kimi ki, hansı ki, o həyatı bacarıqlar formalaşdıran bir şeylər qeyd olunub bu mu? Metodik savadlılıq, düzgün terminologiya, strukturluq, tərtibatın aydınlığı. Bu artıq metodiki cəhətdəndir də ki, yəni düzgün metodiki cəhətdən, yəni məqsəd düzgün müəyyən olunub bu mu? Məsələn, biz deyirik, məqsədin sonundakı feillərə diqqət etməliyik, məqsəd ölçülə bilən olmalıdır, statik feillərdən yox, dinamik feillərdən istifadə olunmalıdır. Daha sonra, məsələn, bu struktur düzgün qurulub bu mu? Standartdır, məqsəddir, məqsəddən sonra qiymətləndirmə meyarıdır və s. Bu isə tərtibatın aydınlığı, yəni onların təqdim elədikləri, bu ola bilər, Word faylı ola bilər, PDF ola bilər, istəsələr təqdimat faylında hazırlaya bilərlər, Google Slide ola bilər, PowerPoint ola bilər. Elə bunu qrup işi verəndə özlərinə də deyirik ki, mən adətən belə deyirəm. Deyirəm kimi hansı qrupa necə rahatdırsa elə hazırlasın. Kim istəyir 2 dənə, 3 dənə A4 vərəqində əli ilə yazar, bəlkə nəyisə çəkər, bəlkə nəyisə rəngləyəcək, daha maraqlı bir şey ərsəyə gətirəcək. Kim düşünür ki, yox, bunu Google Slide-da daha maraqlı eləyəcək. Kimsə düşünür ki, mən bunu Word-də daha yaxşı hazırlayaram, Word formatında. Kimə necə rahatdırsa elə də eləyəcəklər. Əsası budur ki, aydın olsun. Oradakı fikirləri biz görə bilək və yaxud izahı tuta bilək ki, burada nə var. Bu meyarlar açıq-aşkar verilib müəllimlər bizə. Bunu əgər bizə cədvəl verməsələr, mən bunu cədvəl halına salıb sizə təqdim edəcəm. Bu belə. Bu hissə artıq platforma tapşırıqları üçündür. Bir də burada təlim refleksiya sualları var. Yaratdığınız dərs fraqmentinin hansı güclü tərəfləri var? Daha çox vaxt olsaydı nəyi təkmilləşdirə və ya işləyib tamamlayardınız? Çünki bəzən müəllimlər deyirlər ki, indi burada vaxt az idi deyə. Yəni, vaxtınız çox olsaydı daha yaxşı nə eləmək istəyərdiniz? Alınan fraqment birinci sinif şagirdlərinin yaş imkanlarına nə dərəcədə uyğundur? Sizin variantınızda hansı fənlər arası əlaqələr daha təbii oldu? Yəni, riyaziyyatla hansı fənlərin arasındakı əlaqələr? Yəni, burada axı müəllimlər başqa fənləri seçəcəklər. Məsələn, qrup olaraq biri riyaziyyat təsviri seçibsə, biri bəlkə riyaziyyat texnologiya seçəcək, biri riyaziyyat informatika seçəcək və s. Və bunu soruşacaq ki, sizcə hansı daha təbii oldu, hansı daha maraqlı oldu və bunu amma çox etiraf eləyirlər. Qruplar arasında deyirlər ki, filan qrupun işi daha maraqlı idi, daha yəni təbii idi və s. İnşallah ki, bu dəfə də eləyərlər. Bu da bizim refleksiya hissəmizdir, müəllimlər. Mənim sizə deyə biləcəklərim bu qədər idi. Sizin mənə sualınız varmı? Sualınız varsa səsləndirə bilərsiniz müəllim. Mənim yoxdur Fərdə xanım, çox sağ olun. Siz sağ olun, təşəkkür edirəm Qurumlu müəllimə. Sualımız yoxdursa müəllimlər, sağollaşa bilərik. Sizə qiymətləndirmə faylında qrupda inşallah bölüşəcəm. Hər iki halda, əgər bizə hazır təqdim eləsələr, hazır bu hissəsini, hazır olmasa özüm hazırlayıb sizə yönləndirəcəm. Gecəniz xeyrə, sizə təliminizdə də, dərsinizdə də bol səbir və uğurlar arzu edirəm. Görüşənə. Xeyrə qarşı. Xeyr. Xeyrə.